Herkese salam. Mən bugün OTK-nın 9 illər üçün keçirdiyi buraxılış sınaq imtahanının Azərbaycan dili fənnindən qrammatikanın izahına baxmaq istəyirəm. Deməli, birinci sualda sözlərin leksik mənaları ilə bağlı uyğunluğu müəyyən edin. Analoji, mühafizəkar, taktika. Deməli, analoji oxşar, bənzər, uyğun deməkdir. Yəni, birdə olacaq B variantı. Mühafizəkar, yəni köhnəli tərəfdarı, köhnəpərəst insanlara deyirlər. Deməli, 2-də də D olacaq. Deməli, 1-də B, 2-də D-dirsə, cavabımız olacaq A variantı. 3-də də taktikada deməli, döyüş aparmaq sənəti adlanır. Ona görə 1-də A. İkinci suala baxaq. Eyler-Venn diaqramında cümlələrə aid doğru fikirləri müəyyən edin. Məqsədi məşhur insan olmaq idi. Məqsədinə çatmaq üçün daim çalışırdım. Cümləmizi təhlil edək. Məqsədi məşhur insan olmaq idi. Nə idi? Birinci xəbər tapacağıq. Nə idi? Məşhur insan olmaq idi. Bütöv xəbər. Nəyə görə belə olur? Çünki məşhur insan olmaq məsdər tərkibidir. Yəni, feili birləşmədir. Ona görə biz bunu ayırmayacağıq. Nə məşhur insan olmaq idi? Məqsədi. Yəni, onun məqsədi məşhur insan olmaq idi. Məqsədi də olacaq mübtəda. Yəni, bəzən şagirdlər burada məqsədi sözünü tamamlıq götürür, yəni nəyi, amma onun qarşısında siz onun qoyun, yəni onun məqsədi məşhur insan olmaq idi. Yəni, onun qoyanda artıq məlum olur ki, məqsədi sözündəki i mənsubiyyət şəkilçisidir, yəni təsirli hal deyil. Deməli, ikinci də təhlil eləyək. Məqsədinə çatmaq üçün daim çalışırdı. Nə edirdi? Çalışırdı xəbər. Kim? O, yəni verilməyib mübtəda. Nə zaman çalışırdı? Daha doğrusu necə çalışırdı? Daim çalışırdı. Bu da olsun tərz hərəkət zərfliyi. Nə üçün daim çalışırdı? Məqsədinə çatmaq üçün. Bu da olacaq bizim məqsəd zərfliyimiz. Birincidə deyir ki, feili xəbəridir. Bir mənalı şəkildə yada saxlayın ki, məsdər tərkibi, məsdər və yaxud da feili sifət, bunlar ismi xəbər sayılır. Feili xəbər sayılmır. Feili xəbər sadəcə olaraq feili şəkilləridir. Yəni, əmr, xəbər, vacib, lazım, şərt və arzu. Bu şəkillər sadəcə olaraq feili xəbər gedir. Yəni, feilin təsriflənməyən formaları və feildən başqa digər əsas nitqçələri ismi xəbər sayılır. Ona görə də bir yanlışdır. O cəhətdən A gedir, D gedir. İkinciyə baxaq. Yalnız baş üzvlərdən ibarətdir. Bəli, birinci cümləmiz sadəcə mübtəda və xəbərdən ibarətdir. Lakin ikinci cümləmizə baxaq. Orada isə 2 zərflik bir xəbər var. Ona görə də 2 yalnız birinci tərəfə gedəcək. Deməli, 2-ni götürəcəm. O cəhətdən 7 gedir. 3-ə baxaq. Xəbərləri sadə feillərlə ifadə olunub. Sadə feil dedikdə, yəni quruluşca sadə feildən gedir söhbət. Birinci cümləmizdə xəbərimiz yəni məşhur insan olmaq idi. Yəni bu sadə feil deyil axı. Yəni bu söz birləşməsidir. Yəni bu sadə deyil. Yəni mürəkkəbdir bu. Ona görə də yanlışdır. Digər cümlədə isə çalışırdı. Bəli, çalışırdı sadə feildir. Bəli, quruluşuna görə sadədir. Çünki sözün kökü çalışdı. Yəni ırlandı da orada qrammatik şəkilçilərdir. Ona görə də 3 sadəcə ikinci cümləyə aiddir. Ona görə də 3-ü götürməyəcəm. Onu da çıxanda cavabımız elə B qalır. 4-cüyə də baxaq. 2 zərfli işləmişdir. Bəli, biri məqsəd zərfliyi, digərisi tərz hərəkət zərfliyi. Ona görə də 2, 4, 5-ə də baxaq. Mübtədası var, xeyr. Mübtədasını düzdür, bərpa edirəm. Amma faktiki burada yoxdur mübtəda. Ona görə də var demək düzgün deyil. Ona görə cavabımız olacaq B variantı. 3-cü sual. Hansı sözün tərkibində dodaqlanan saitlərin sayı daha çoxdur? Bu tipli suallar fonetika bölməsinə aid olduğuna görə sözün biz sayıcı olaraq tələffüzünə əsaslanacağıq. Kosmos sözü olduğu kimi tələffüz olunur. Yəni, burada 2 dənə dodaqlanan sait var. Ona görə də bunu qeyd edək burada. Leksikologiya sözündə leksikologiya yazır, amma leksikologiya deyilir. Yəni, K-dan sonraki O. Sadəcə olaraq bir dənə burada dodaqlanan sait var. Çünki onun biri A-ya keçir. Ona görə də burada bir dənədir. Kosmonavt, bəli, burada da kosmonavt ikisi də, yəni onların ikisi də A-ya keçir. Ona görə də burada ümumiyyətlə dodaqlanan sait yoxdur. Orfoqrafiya sözü də, yəni onların hər ikisi A-ya keçir, ona görə də burada da yoxdur dodaqlanan sait. Biologiyada ki, biologiya, yəni onun biri olduğu kimi qalır, logiyadakı olduğu kimi qalır, amma digər o isə A-ya keçir, ona görə də bir dənədir. Ona görə burada bizim cavabımız olacaq A variantı. 4-cü suala baxaq. Sual əvəzliyi ilə yaranan sual cümləsini müəyyən edin. Cümlələr sonunda durğu işarələri məqsədli şəkildə buraxılmışdır. Dostlar harada istəsələr orada yığışsınlar. Burada sual əvəzliyi var harada, ancaq bu cümlənin özü sual cümləsi deyil. Ona görə də A deyil. Səni hansı kitablar maraqlandırır? Bəli, cavabımız budur. Çünki burada elə hansı sual əvəzliyi var və cümləmizdə sual cümləsidir. Ona görə cavabımız olacaq B variantı.
C-yə baxaq. Bu işin nəticəsini təxmin edirsənmi? Cümləmiz sual cümləsidir. Sadəcə olaraq burada sual əvəzliyi ilə yaranmayıb. Burada mı, sual ədatı ilə yaranıb. Ona görə C deyil. Məgər istədiyin hər şeyi etməlisən. Bu da sual cümləsidir. Lakin burada da yəni sual ədatının köməyi ilə düzəlib. Ona görə D də deyil. Y-də nə möhtəşəm, nə də gözəl idi. Yəni burada ümumiyyətlə inkar bağlayıcısı var. Yəni nə möhtəşəm, nə də gözəldir. Yəni inkar edir. Yəni ümumiyyətlə burada sual cümləsi yoxdur. 5-ci suala baxaq. Nümunələrin birində şəxsə və kəmiyyətə görə dəyişməyən feil hansı sualına cavab verir? Şəxsi və kəmiyyətə görə dəyişməyən feil dedikdə biz təsriflənməyən feilləri nəzərdə tuturuq. Yəni məsdəri, feil sifəti, feili bağlamanı. Yəni bu qrup feillərin, yəni 3 adı olduğuna görə, yəni hər dəfə bir adla soruşur. Yəni ya birbaşa feili sifət deyir, ya birbaşa təsvirlənməyən feildir, və birbaşa və yaxud da şəxsə kəmiyyətə görə dəyişməyən deyir. Yəni özünüzü çaşdırmayın. Şəxsə kəmiyyətə görə dəyişməyən dedikdə təsvirlənməyəndən nəzərdə tutulur. Yəni üçündən biri, yəni məsdər, feil sifət, feili bağlamadan biri və hansı sualına cavab verir deyirsə də bu yüksək ehtimalla feili sifət olacaq. A variantında insanların etibarını qazanaraq çox uzaqlara gedə bilərsən. Burada bizim təsvirlənməyən feilimiz qazanaraq, yəni burada feili bağlama var. Lakin bu necə gedə bilərsən uzaqlara? İnsanların etibarını qazanaraq. Yəni burada hansı olan yox, necə, nə cür sualına cavab verir, ona görə A deyil. B-yə baxaq. Şeiri həvəslə danışmağı ilə hamının diqqətini cəlb etmişdi. Burada bizim deməli şəxsi kəmiyyətə görə dəyişməyən feilimiz, yəni burada məsdərdir, yəni danışmağı ilə. Deməli şeiri həvəsə danışmaq, yəni nə? Həvəsə danışmaq, yəni məsdər ümumiyyətlə cümlə daxilində, yəni ismin xüsusiyyətini daşıdığına görə ismin sualına cavab verir. Ancaq bu cümlənin tərkibində necə suala verəcək? Şeiri həvəslə danışmağı ilə hamının diqqətini cəlb etmişdi. Nə etmişdi? Hamının diqqətini cəlb etmişdi. Nə ilə hamının diqqətini cəlb etmişdi? Şeiri həvəslə danışmağı ilə. Yəni nə ilə? Yəni qoşma qoşulduğuna görə nə ilə sualına cavab verəcək? Deməli B də deyil. Mehriban gülüşlü qız bizə yaxınlaşdı. Bu cümlədə ümumiyyətlə təsvirlənməyən feil yoxdur. Yəni bir dənə yaxınlaşdı var. O da təsvirlənməyən feil deyil. Feili xəbər şəklidir. Kiçiklərə mərhəmət göstərməklə daha da ucalarsan. Deməli burada bizim təsvirlənməyən feilimiz göstərməkdir. Sual versək, kiçiklərə mərhəmət göstərməklə necə daha da ucalarsan? Kiçiklərə mərhəmət göstərməklə, yəni burada necə sualına cavab verir? Ancaq bizdən hansını istəyir? Oxuduğu nəğmələr hər kəsin ürəyincə oldu. Bəli, cavabımız bu olacaq. Oxuduğu hansı nəğmələr feili sifətdir burada? Ona görə cavabımız olacaq Y variantı. 6-cı sual. Yalnız qrammatik mənası olan sözü müəyyən edin. Burada yəni söhbət küməsinin hissəsindən gedir. Ayrı sözü, ayrı, necə, nə cür, yəni bu yalnız qrammatik mənası olan söz deyil. Çünki buna sual vermək mümkündür. Kimi həm qrammatik mənası ola bilən sözdür, həm ola bilməyən sözdür. Əgər qoşma kimi götürsək, yalnız qrammatik mənası olacaq. Bənzətmə qoşması kimi, məsafə qoşması kimi. Amma kimi əvəzlik də ola bilər. Ona görə də yəni bunu konkret şəkildə deyə bilmərik, yalnız qrammatik mənası var. Ona görə B deyil. C variantı bəli, cavabımız bu olacaq. Ötürü sadəcə olaraq səbəb məqsəd qoşmasıdır. Ona görə də yalnız qrammatik mənası var onun. Cavabımız C olacaq. Bir də bir şey deyim, ötürü sözü başqa şeydir, ötəri başqa şeydir. Yəni ötəri zərfdir. Yəni ona ötəri baxdım. Necə baxdım? Nə cür baxdım? Tərz hərəkət zərfi. O başqa şeydir. O ötəridir. Bu isə ötürüdür sadəcə olaraq. Yəni səndən ötürü. Belə tutaq ki. D variantı gəl həm feil olur, yəni həm leksik mənası ola bilən sözdür, həm də ədat kimi ola bilər. Gəl gəzməyə gedək məsələn. Yəni bunu da hər ikisindən olur deyə götürə bilmərəm. Əvvəl də həmçinin həm qoşma olur, zaman qoşması, həm də zaman zərfi olur. Ona görə bu da yəni ikilidir. Amma C variantı yalnız qrammatik mənası olan sözdür. 7-ci suala baxaq. Nümunələrdən birində xəbər şəklində olan feil idi köməkçi sözü ilə işlənib. Xəbər şəkli nədir? Zaman şəkilçiləri. Yəni zaman şəkilçisi olan bir feil olsun, onun da yanında idi hissəciyi olsun. Öyrəndiklərini yenidən təkrarladı. Deməli, burada təkrarladı xəbər şəklində olan feildir, keçmiş zamandadır. Lakin burada idi hissəciyi yoxdur. Yəni təkrarladı, yəni burada idi deyildi. Əksinə, keçmiş zaman şəkilçisidir. Dünən fırtınadan çalxalanan dəniz bugün sakit idi. Bir şey fikir verin. Burada bizim feilimiz əvvəla hansıdır? Burada bizim feilimiz çalxalanandır. Bu da təsriflənməyən feildir. Yəni feili sifətdir bu. Yəni bu qəti şəkildə şəkil ola bilməz. Bu tamamilə əks olan bir qütbdə olan feildir. Sakit idi. Yəni burada ümumiyyətlə idi hissəciyi var. Lakin idinin qoşulduğu söz feil deyil axı. Sifətdir. Sakit. Ona görə də B variantı deyil. C variantı. Həmişə uşaqlarla mehriban davranardı. Burada bizim feilimiz davranardı. Bəli, xəbər şəklindədir, çünki gələcək zamandadır və idi hissəciyi də var. Yəni davranar idi.
davranar idi, bəli, gələcək zamanda olan sözdür və idi sözünə işlənib. Ona görə cavabımız olacaq C variantı. D-yə də baxaq. Zirvəyə qalxanlar daha əvvəl təlimdən keçənlər idi. Burada bizim feilimiz qalxanlar, bir də keçənlərdir. Lakin bunlar da feili sifətdir. Yəni, bunlar təsriflənməyən feillərdir. Ona görə D də deyil. Kənddəki evimiz sanki məni keçmişə apardı. Deməli, burada feilimiz apardıdır. Apardı sözü, yəni buradakı D idi deyil. Bu D ilə keçmiş zamanın D-sıdır. Çünki sözümüzün kökü ilə apardı. D da qoşulub, yəni keçmiş zamandır. Yəni orada idi hissəci yoxdur. 8-ci suala baxaq. Sadə cümlənin şəxsə görə növləri düzgün göstərilmişdir. Gərək başqalarından yuxarıdan aşağı baxmayasan. Nə etməyəsən, baxmayasan. Kim? Sən. Baxmayaraq ki, biz burada səni bərpa edirik, lakin burada fikir hər kəsə aiddir. Yəni, hamıya aid edildiyinə görə, yəni, bu müəyyən şəxsdə olmayacaq, bu ümumi şəxsdə olacaq. Ona görə də bir səhvdir. Bir səhvdirsə, B ilə Y gedir. 2-yə baxaq. Ədalətli insanlardan xoşum gəlir. Deməli, cümlə təhlil etsək, nə edir? Xoşum gəlir. Kimdən? İnsanlardan, tamamlıq. Necə insanlardan? Ədalətli. Bu da olsun təyin. Deməli, bu cümləmizin mübtədası yoxdur. Nə olsun ki, burada yəni söhbət məndən gedir. Nə olsun ki, yəni lap mən olsam da belə orada, yəni mənim ədalətli insana xoşum gəlir olsaydı, yenə də orada mənim kimin, yəni sual olaraq kimin verirəm mən. Amma kimin deyə bir cümlə üzvünün sualı yoxdur. Yəni mübtəda olmur o kim. Sadəcə olaraq şəxsin kim olduğunu bilə bilərsiniz. Amma bu bölmədə yəni sadə cümlənin şəxsə görə növləri bölməsində, bu dərsdə biz şəxs deyəndə sadəcə olaraq mübtəda nəzərdə tuturuq. Yəni həmin cümlədə mübtəda olmalıdır. Mübtəda varsa, deməli şəxsi var onun. Yoxsa, deməli şəxsi yoxdur. Ona görə də 2, deməli doğrudur, şəxsiz cümlədir. 3-ə baxaq. Gecənin xeyrindən gündüzün şəri yaxşıdır. Cümləni təhlil etsək, necədir? Yaxşıdır. Nə? Gündüzün şəri yaxşıdır. Mübtədası var bu cümlənin. Nə olsun ki, bu cümlədə atalar sözünə bənzəyir. Nə olsun ki, fikir hər kəsə aid, ümumi deyilmiş bir fikirdir. Yəni, bu mübtədası var bunun konkret şəkildə. Ona görə də ümumi deyil bu. Bu müəyyən şəxslidir. 4-ə baxaq. Artıq onun yolunu gözləməkdən bezmişdi. Nə etmişdi? Bezmişdi. Kim? O bezmişdi. Mübtədanı bərpa edə bilirəm burada. Və müəyyən şəxslidir. Ona görə də cavabımız olacaq elə 2-4-D variantı. 5-ə də baxaq, daldan atılan daş topuğa dəyər. Yəni, bəli, bu da məsəldir, amma bu da düzgün deyil. Çünki nə edər dəyər, nə dəyər, daş dəyər. Yəni, bunun mübtədası var. Yəni, ümumi şəxsi deyil, müəyyən şəxsidir. 9-cu suala baxaq. Hansı bənddə yalnız düzəltmə sözlər verilib? Burada baxsaq, deməli, A variantında cilvəli. Cilvəli sözü bəli düzəltmədir. Sözün kökü cilvədir. Lidə leksik. Açıq, açıq. Xoşbəxtlik. Xoşbəxtlik sözündə lik leksik şəkilçi olsa da, xoşbəxtlik sözü quruluşuna görə mürəkkəbdir. Yəni, 2 dənə söz vardır. Ona görə A deyil. B-yə baxaq. Oxumuş. Oxumuş insan. Necə insan? Oxumuş burada feili sifətdir. Yəni, mış feili sifətin şəkilçisidir. O da qrammatik şəkilçisidir. Ona görə də demək, sadə sözdür. Olmaz. C-yə baxaq. Vuruşmaq. Vuruşmaq, deməli, vur, uş var burada. Leksik şəkilçi var. Düzəltmə ola bilər. Sahibkar da ola bilər. Sahibkar. Amma qarışmaq sözü qarış. Sözün kökü, yəni qarışdırmaq da orada qrammatikdə, ona görə C olmaz. D-yə baxaq. Söhbətləşmək, söhbət sözün kökü, leksik, bəli, bu ola bilər düzəltmək kimi. Ancaq saralmaq olmaz, çünki saralmaq sözün kökü saraldır. Maq da orada, yəni qrammatik şəkilçi deyə sadə olur. Zəhmətkeşdə düzəltmədir, ancaq saralmağa görə olmaz. Y-yə baxaq. Ümidli, ümidli sözün kökü ümiddir, bəli, leksik. Dilək sözünün kökü dil olacaq. Daha sonra dil leksik, Q da ayrıca leksik. Meşəlikdəki meşəlik, bəli, cavabımız olacaq Y variantı. 10-cu sual. Mürəkkəb cümlə deyil. Əgər çox çalışsan, yaxşı nəticə əldə edərsən. Cümlədə əgər var. Ondan da sonra çalışsan, şərt şəklinin şəkilçisi var. Ona görə bu cümlə tabeli mürəkkəb cümlədir. Yəni, budağın birinci gəldiyi, başın ikinci gəldiyi tabeli mürəkkəb cümlədir. Ona görə A deyil. Özünə yenicə gəlmişdi ki bağlayıcısı var. Ümumiyyətlə, tabellik bağlayıcıları varsa bir cümlədə, yəni səbəb, şərt, aydınlaşdırma və güzəşt. Bu bağlayıcılar varsa cümlə mürəkkəb cümlə olacaq. Yəni, tabeli mürəkkəb cümlə olacaq. B də deyil. C-yə baxaq. Artıq 3 il idi doğma yurda gəlmişdi. Artıq 3 il idi ki-ni əlavə eləyə bilirəm. Yenə də bu mürəkkəb cümlədir, tabelidir. İstəyirdi ki, yenə də ki var, tabelidir. Y, dostlarını görməyə getdi, heç kimi tapmadı. Bəli, bu artıq sadə cümlədir. Niyə? Çünki getdi, tapmadı. Kim? O. İkisini də o eləyir. Yəni, həmcins xəbərli sadə cümlədir. Cavabımız olacaq Y variantı.
Bu günlük bu qədər. Sağ olun. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm.